Allah'ın salamı olsun, Allah'ın firqəsindən olmaq istəyənlərə hər birinizin, hər gününüz xeyirli olsun. Amin. Hər şeydən uca Allahımız birinin günahının yükünü o adam özü çəkər. Başqası buna kiminsə günahına cavabdeh deyil deyə bildirir. Əvvəla deyim ki, Quranla bildirilir ki, təqvalı olar, yoxsa cəhənnəmə düşərik. Yəni, təqva odur ki, Allaha sahib haramlardan qorunmaq, günahlardan çəkinməkdir. Mən sizə bir şey bildirim. Mən həmişə konspekt yazıram. Yəni ki, bu konspekt yaddaşını daha köklənmiş olmadığı üçün yəni üzümdən oxumağa bu dəfə məcburam. Çünki ayələri əzbər deyə bilməyəcəm deyə. Deməli, təqvalı olsaq və olmasaq, hərə öz günahının yükünü daşıyır. Ona görə də heç kim ən yaxını olsa belə, hətta ata-anası, bacı-qardaşı olsa belə, o günahlarının, həmən o adamların günahlarına görə özünü hörmətsiz saymasın və heç vaxt yaxınının günahlarına görə insana irad tutmasınlar. Allah belə deyir. Allah necə deyir? Baxaq ayələrə. İndi görəcək təsdiqini ayələr buyurur. Fatih surəsi 18-ci ayədə Allahımız buyurur ki, heç bir günah yüklüsü başqasının günah yükünə yüklənməz. Buyurur ki, günah yükü ağır olan adam yükünü daşımağa yaxını olsa belə, günah yükü, yəni günahla yüklənmiş bir insan, yaxını olsa belə, başqasını yardıma çağırsa, yükündən heç bir zərrəsi daşınmaz. Yəni, digəri boynuna götürüb deyə bilməz ki, Allah məni günah cəza ver. Hər kəs öz əməlinin gürovudur. İndi buyuraq, baxaq, bir dənə də ayə var. 2-ci surənin 141-ci ayəsində Allahımız buyurur ki, yəni keçmiş ümmətlərə aiddir. Məsələn, mənim ulu babalarımı da belə götürə bilərik də, ulu nənələrin, babaların. Onlar bir ümmətdir, əlbəttə gəlib keçdilər. Onların qazandıqları özlərinin, sizin qazandığınız sizindir. Siz onların etdiklərindən sorğuya çəkilməzsiniz deyə buyurur Allahımız. Heç kəs öyünməsin ki, mənim nəslimdən, məsələn, mən Kəncərli nəslimdənəm. Mən Kəncərlilərin ən pislərini də görmüşəm, yaxşılarını da görmüşəm. Buna misal olaraq Nuh Peyğəmbəri də Allahımız misal göstərir. Ata Peyğəmbər idi, oğlu isə kafir idi. Bəli, ayələr açıqlayır. 5-6 ayə oxuyun, görün nə gözəl buyurur Allahımız, açıqlayır. 2-ci surənin 286-cı ayəsində Allahımız buyurur ki, hər kəsin qazandığı yaxşılıq öz lehinə, qazandığı pisliyi də öz əleyhinədir. 6-cı surənin 52-ci ayəsində Allahımız yenə də 6-cı surənin 164-cü ayəsində də həmin cürə buyurur. Hər kəsin qazandığı yaxşılıq öz lehinə, qazandığı pisliyi də öz əleyhinədir. İsra surəsinin 13-cü, 14-cü, 15-ci ayələri də belədir. Biz hər insanın əməlini öz boynundan asar və qiyamət günü bütün əməllərini açıq kitab kimi qarşısına qoyarıq və belə deyərik. Oxu kitabını, əməl dəftərini. Bugün sən haqq hesab çəkməyə özünə kifayətsin. Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. Hərə öz günahına cavabdehdir. Biz peyğəmbərlər göndərməmiş, heç bir ümmətə əzab vermərik. Sözsüz ki, Allahın firqəsindən olanlar
qiyamət, axirətdə bəxtəvərlər, bu dünyada da nicat tapanlardır. Mən nicat tapmışam. Valla bəxtəvərəm. Allah hamd olsun bəxtəvərəm. Bax, bu dəqiqə canımda titrəmə var. Bu da mənə təxribat olan onun nəticəsidir. O bir bundan qabaqçı videolarda demişdim. Yəni, elə bir narkoman ediblər də məni. Psixotrik dərmanları görüdüblər. Psixiatriya salıb orada. İndi ondan əsmə verir mənə. Halbuki üçün mən adam başı ağlı yerində olur. Məsəl üçün, mənim əlimdə əsir video çəkilir. Mən, məsəl üçün, ağıl da, onu da deyim ki, ağıl da, vicdan da genlə keçmir. Və o barədə bir video çəkəcəm. Əvvəldə də deyəsin çəkmişəm ki, yəni psixatri və əvvəldə videolar var. Yəni, o zapis adlı bölmədə də demişəm, baxarsınız, insana nələr təsir edir, ruh barədə və digər, məsələn, cinlərin təsiri barədə, mələklərin təsiri barədə, vəhin insanlara, adi insanlara gəlməsi barədə də var. Bu belədir ki, dəli sayırlar, məndə onunla bağlı deyil, amma sonra onu da mahan elədilər. Mən mələklərlə danışıram. Vaxtaşırı, yəni, mələk mənim namaz qılmağa, Quran oxumağa durub, ləm olduqda, belə ləm deyirlər ki, yəni, süst olduqda iş görməyə vadar edir. İnşallah yaxşı olar. Mən bəxtəvərəm demək istəyirəm. Bəxtəvərəm sadəcə elə bir problemlər var ki, uzatmayaq, Allahımız özü haqq hesab çəkəcək. Problem törədənlər özləri düşünsünlər ki, günahı öz boyunlarına olacaq. Loğman surəsi 31-ci surənin 33-cü ayəsində buyurulur ki, ey insanlar, Rəbbinizə qarşı təqvalı olun. Heç bir atanın övlada, heç bir övladın da atasına heç bir şeylə kara gələ bilməyəcəyi gündən, yəni qiyamət gündən həzər edin. Zümər surəsi 39-cu surənin 7-ci ayəsində Allahımız buyurur ki, heç bir günah yüklüsü başqasının günah yükünə yüklənməz. Sonunda dönüşünüz sadəcə Rəbbinizədir və o, etdiklərinizi sizə bildirəcəkdir. Şübhəsiz ki, Allah qəlblərin özünü biləndir. İndi baxın, gəlir ayələr, gözəl ayələrimiz. Bir dəqiqə. Bəli, yerin namünasib idi deyə. Belə, indi baxın, ayələr görünür də gözəl-gözəl. Allahımız açıqlayır. Məsələn, eynidir, burada Casiyə surəsi 45-ci surənin 15-ci ayəsi ilə Fussilə surəsi 41-ci surənin 46-cı ayəsi. Burada buyurulur ki, bu ayələrdə kim yaxşı bir iş etsə öz lehinədir. Kim də pislik edərsə öz əleyhinədir. Rəbbin qullarına əsla haqsızlıq edən deyildir. İndi elə adamlar var, pislik edirlər, aradan çıxırlar, yaxud yozurlar, bəzi ünsürlər kimi. Onlar ünsür adlandırıram, bəndə deyirlər. Onlar, belə deyək ki, şeytanın firqəsindən olanlardır. Bizi də yıxmaq istədilər, ancaq mənim düşmənim mənə dedi ki, mən səni elə yıxacam ki, 2010-cu ildə bir də qalxa bilməyəcəksən. İndi şükür Allah, ayəni oxuyuram, amma o pulların sayı. İndi baxaq. Mən bəxtəvərəm. Mən qəlbən rahatam, şükür Allah. Casiyə surəsi 45-ci surənin 15-ci ayəsini dedim. Baxın, Nəzm surəsinin 53-cü surənin 38 və 39-cu ayələrində Allahımız buyurur ki, heç bir günah sahibi başqasının günah yükünə yüklənməz. İnsan üçün öz etdiyindən başqası yoxdur. İnsana ancaq öz zəhməti, səyi,
çalışması əməli qalar və qiyamət günü bunlar əməli, səri çalışması görünəcəkdir ona. Zilzal surəsi 99-cu surənin 7-ci, 8-ci ayəsində Allahımız buyurur ki, kim zərrə qədər yaxşılıq edərsə, onu görər. Kim də zərrə qədər pislik edərsə, onu görər. Quran 17-ci surənin 7-ci ayəsində Allahımız buyurur ki, yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də etsəniz, özünüzə etmiş olursunuz. Ayələrdə həm də vardır ki, bir başqasının günaha kimsə sövq edərsə, o günahdan ona da pay düşür. Yəni, sövq etdikdə 2 qat günah qazanmış olur. Mənim düşmənlərim neçə qat günah qazanıblar, Allah bilir. Həmçinin bir başqa ayədə buyurulur ki, mən indi deyərəm, ruh barədə deyərəm, yox, 5 dəqiqədə onu deyərəm. Ruhu xəstəlik falan deyirlər, dəli, ruhu xəstəlik, mənim haqqımda da deyirlər. İndi mən o barədə deyəcəm, qısaram. Həmçinin bir başqa ayədə buyurulur ki, kim bir savab işə əl qoyarsa, yəni araqçılıq edərsə, ona da o işin savabından pay düşür. Kimin də bir günah işdə əli varsa, yəni günaha vasitəçilik edərsə, o günahdan ona pay vardır. Günahdan danışanda yadıma düşdü öz həyatımda olan düşmənlərinin mənə vurduqları ziyan, həqiqətdə isə əziyyət oldu. Əziyyət də belədir ki, mən pislik etməmişəm ki, mən narahat olum. Kimsə mənə əziyyət verirsə, o barədə də ayə var. Deyəsən 9-cu surənin 120-ci ayəsidir. İndi bu paylaşacağım onda. Onu kanala girəndə ilk o ayə görünəcək, sonra video keçdikdə o itəcək deyəndə ki, yəni də görünməyəcək. İtəcək, şək elədim, itəcək sözünü, ayəyə demək istəmədim. Ruh xəstəliyi belədir. Yəni ki, ruhu xəstəlik yoxdur. Əvvəlki videolarımda var. Sadəcə, bir dənə onu denəsə uzatma. Qoy əvvələ özləri baxsınlar, araşdırsınlar. Yaxşı mələk. Ruhu xəstəliyi yoxdur. Allahımız buyurur ki, səndən ruh haqqında soruşsalar, ruh yalnız Rəbbinin bildiyi bir şeydir. Və sizə o barədə çox az bilgi verilmişdir. Biz bilirik ruhumuz var. Biz bilirik ki, yatanda ruhumuz harasa gedir, nə olur, amma onu da bilmirik. Çox az bilgi verilmişdir. Allahın ruhunda, mələklərin deyində onu deyər. Allahımız buyurur ki, siz ana bətnində olarkən sizə Allah öz ruhundan üfürdü. Allahın öz ruhu bizə, yəni Allahımız öz ruhunu üfürüb. Yəni bizim ruhumuz Allahın öz ruhundandır. Bu ruh xəstələnə bilərmi? Allahın ruhundan olan ruhumuz xəstələnə bilərmi? Allah öz ruhundan üfürüb. Xəstələnə bilməz. Sadəcə, qısa, yaxşı. Sadəcə beyində olan deformasiya var, yaxud elementlər, hansısa elementlərin çatışmamazlığı insanı xəstə göstərir. Dəlilik nədir? Dəlilik, uzatmasın, onu o bir tərəfə yazmışdım. Aşağıda qayb ölməsini. Dəlilik, yəni, uzatma, yaxşı. Amma mələk deyim ki, dəlilik Allaha qarşı getməkdir və xəstəlik də hər kəsin başına gələ bilər. Elementlərin çatışmamazlığından və deformasiyadan. Mənə də artıq elementlər vururlar, güya nəysə.
Allah amanında. Allah sizi qorusun. Ey Allahın sevgisindən olmaq istəyənlər. Amin. Allah bizimlə olsun.